Salam, axşamınız xeyir olsun, dəyərli izləyicilər. Deməli, mən bunu həmişə bişirmişəm, amma heç vaxtı, yəni bunun videosunu çəkib paylaşmamışdım. Çünki mən YouTube'a keçən ildən başlamışam. Əvvəllər mənim bir Instagram səhifəmdə 2000 nə qədərliklə parolunu itirdik. Sonra o telefonum elə bil xarab olanda dəyişdirdik. Ona görə Instagramda elə bil 1000 nə qədər indi takipçilərim var. Onda 2000 nə qədər bir dəfə elə itirmişəm, 1000 nə qədər bir dəfə itirmişəm. Yəni bunu o vaxtlar Instagram vaxtı çəkmişəm də, paylaşdırmışam da. Ancaq YouTube'da heç vaxt bunun videosu olmayıbdı. Bugün uşaqlarım, hər gün mənim nəvəm deməli bağçaya gedəndə əvvəllər cipsi zad veririk. Sonra bu cipsilər getdikcə, onsuz da pis idi cipsi. Mən heç vaxt razı olmurdum. Məcbur idim, alırdıq. Çünki başqa şey yemirdi, deyirdik ondan yesin. Ona görə də cipsi keçən xəstələnəndən belə buna vermirik. Yəni indi bu nəsə ağlayanda gidiyor, elə çox şeylər yemir. Ağlayanda indi bağçadan gələndə mən onu avtobusda zorla gətirirəm. Onu özüm üçün hər gün o oven peçkadan Azadlıq metrosunun yanından hər gün simit, bir dənə də belə sadə bulkulardan alıram ki, yəni gələndə avtobusda mən onu özümə rüşvət kimi aparıram ki, həm yesin özünə, qarnına görə doysun, həm də ki, yəni başı onunla qarışanda avtobusda özünü adam kimi apara bilir. Ona görə də istədim bugün özüm pişirəm. O bulkumuzdur, sadə. Bu da simitimizdir. Eyni xəmirdir. Bir dənə simitlə bulkunun fərqi onda oldu ki, yəni eyni xəmiri, onu yumurtaladıq belə bəzək üçün tökdük küncüdünü. Bunu da hamı bilir ki, simit bəhməzin içində islanandan sonra küncüdən təmiz küncüdə bulanır, yəni belə. Sonra da qoyuruq pişməyə. İndi başlayaq xəmirini deməyə, xəmirin reseptini. Nə bilim, indi yəqin ki, hərədə bir cürə ola bilər yəqin. Bu da mənim reseptimdir. Deməli, bizdə qabda un çoxdur. Onun kiloyunu mən bilmirəm də, elə alıb tökmüşəm, çox undur. Ona görə mən bunu stəkanla saydım, 200 qramlıq stəkanla. 4 stəkan südümüz var idi. Ona da stəkanın başından az yarımçıq bir pesok tökdüm. Dolu xörək qaşığı, bir də yarısı qədər droş tökdüm. 3 yumurtanın da ikisinin sarısını qıraqda saxladım. Qalanını da elə bil ki, biri bütöv sarı ilə, ikisi də ağları xəmirə qatdım. Bir dənə də vanil qatdım. O qədər. Bir də həmin 200 qramlıq stəkanın başından 1-2 barmaq da yarım duru yağ qatdım. Süd, droş, pesok, duru yağ, 10 stəkan yarım da 200 qramlıqla un apardı. Sonra bir çay qaşığından da bir duz. Upşum yoğurdum, mən bunu qoydum, gəldi. Gələndən sonra da hazırladım, pişirdim. Bu da nəticəsi. Deməli, xəmirə getdi 10 stəkan yarım un, stəkanın 200 qramlıq stəkanın çox yarısından pesok, bir çay qaşığı duz, 3 yumurtanın biri bütöv sarısından, ikisi tək ağı, yarısını üzərinə saxladım. Bir dənə də vanil, bir xörək qaşığından bütöv, bir də yarısı qədər də droş. Bu da bizim xəmirimiz. Eyni xəmirdən elədim. Yəni bunu simit elədim. Bir dənə simitin fərqi ondan oldu ki, simiti bəhməzlə islatdım, üzərini belə elədim. O da bulkularımız. Allah hər bir ev eşiyə bol ruzu bərəkət yetirsin, can sağlığı versin. Heç vaxt heç neylim, necilim deməyin. Hər kəsin evi, eşiyi, küncü, bucağı ruzilərlə, bərəkətlərlə dolu olsun. Allah can da sağlığı versin ki, işləyə bilsin, qazana bilsin. Hazırlayanlara da nuş olsun. Göz haqqınızı da halal eləyin. Kanala dəstək olanlara çoxlu minnətdarlığımı bildirirəm. Allah hər kəsdən razı olsun. Əlləri, qolları var olsun. Göz haqqınızı yenə deyirəm halal eləyin. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.